Möhtərəm qardaşlar, inşallah ki, biz artıq deməli Ramazan ayını tutarıq inşallah və Ramazan ayının son günlərini yaşayırıq. Bu ilki Ramazan ayını. Allahdan istəyimiz bundan ibarətdir ki, inşallah Allah bizi gələn Ramazana qədər hifz eləsin inşallah. Gələn Ramazanın da bərəkətlərindən bizi məhrum etməsin inşallah. Və Ramazanın son deməli günləri çox önəmli deməli insan həyatında çox önəmlidir. Nəyə görə? Çünki Qədr gecələri son 10 günlüklər qərar tutur və biz keçən dəfə izah etdik ki, Qədr gecəsinin də hikməti ondan ibarətdir ki, insan qiymətə gedib yetişsin, dəyər qazansın, kəramat qazansın ibadətlər nəticəsində. Sonra Eid insan həyatında baş versin. Ona görə Eid və Fitr sözləri ki, yəni Ramazanın sonu ilə əlaqəlidir və zəkat sözləri Ramazanın sonu ilə əlaqəlidir. Bunların bir zahiri, fiziksel mənası var, zahiri mənası var. Yəni Fitr sözünün mənası, yəni yeyib içməkdən çəkinirdin, Fitr, elə ağzın açılır. Artıq yeyib içə bilərsən. Yəni halal olan yemək və içmək bizə bir ayda haram idi. Artıq Fitr günü, yəni Eid günü, Şəvval ayının biri artıq Fitr günü hesab olunur. Mənası nədir Fitr sözünün? Yarmaq və açmaq deməkdir. Yəni sən bu vücudun ki, qapısını bağlamışdın, qida qapısını, yemək və içmək qapısını bağlamışdın, artıq aça bilərsən. Artıq bu halal və haram deməli, halal nemətlər, yeyəcəklər və içəcəklər ki, sənə haram edir, bu gündən sonra artıq sənə halaldır, Fitr. Bu bir məna. Bir də Eid sözünün mənası nədir? Eid sözünün mənası da Fitr qırdı ki, ərəbcə açmaq deməkdir. İdi bir bədənin ağzının açılması vardır, bir də ruhun çiçəklənməsi və açması vardır. Yəni Eidin bir mənası da, Fitrin bir mənası da, yəni bu deməli kəlmədən alacağımız dərsin bir dənə mənası odur ki, yəni sən bir ayda öz ruhu tərbiyələndirirsən, yetişdirirsən, sanki bir buğdadır, sanki bir xurma dənəsidir. Əkmirsən yerə, su vermirsən, gübrə vermirsən, müxtəlif cür ona qulluq etmirsən və bir müddətdən sonra, bir aydan sonra, 2 aydan sonra öz bəhrəsini verib. Buğda və yaxud xurma ağacı və yaxud ərik ağacı öz bəhrəsini verib. Ruh da bu cürdür. Yəni Ramazan ayında olan oruc ruhun bezərdilməsidir, ruhun tərbiyəsidir və ruh üçün bu gün artıq Fitr günüdür. Yəni ruh çiçəklənib, açılır. Sənin ruhun artıq o mənəvi gözəllikləri ilə cəmiyyətə açılır. Sən artıq öz ruhunla gözəlliklər saçmağa başlayırsan. Xoş o insanların halına ki, onların fitri həqiqətən bu mənadadır. Onların fitr günü ruhlarının açıldığı gündür, çiçəkləndiyi gündür. Yəni o ruhun üstünü örtmüşdün, qaraltmışdın, çirkləndirmişdin, bastırmışdın torpağın altında. Bədən deyilən torpağın içərisində o ruhu həbs eləmişdin. O bədənə yeməkdən və içməkdən çəkindirməklə, təqvanı bədənə öyrətməklə, əza və orqanlara təqvanı öyrətməklə ruhu da tərbiyə etdin və ruhu oyatdın, ayıltdın, çiçəkləndirdin. Fitr baş verdi ruhun üçün. Ruhun açıldı, çiçək başdı. Bu mənada fitr mənası var. Bir də Eid sözü vardır, Eid. Eidul-Fitr. Eid nədir? Eid sözü də ərəb kəlməsidir. Ada, ya'idu, aud, yəni qayıtmaq, qayıdış deməkdir. Yəni sən bədən etibarı ilə dönmüşdün, bu bir ay səni yenidən qaytardı, qayıdış baş verdi, təhəvvül baş verdi sənin üçün. Yenidən qayıtdın iman həyatına, yenidən qayıtdın Allahın vilayətinə, yenidən qayıtdın Allahın səltənətinə, yenidən qayıtdın ilahi eşqə, yenidən qayıtdın Allahın deməli itaətinə və ibadətinə. Və bu qayıdışı sən bir bayram olaraq öz həyatında tətbiq edirsən. Yəni bayram nədir? Bayram odur ki, yəni sən bu bir ayda özünü tərbiyə etməklə o yolu ki azmışdın, yəni azğınlığa düçar olmuşdun, uzaqlaşmışdın Allah'tan. Bu bir ayda o tuttuğun oruç,
Oruc sözünün də bir mənası oruc. Çox güman ki, uruc kəlməsindədir. Uruc da mirac, ucalmaq, yüksəlmək mənasındadır. Sən ki, ruhu tərbiyələndirdin və yüksəltdin, deyir ki, İleyhi yəs'adu kəlimut tayyib və əməlu salihun yərfə'u. Allah Quranda deyir ki, ona doğru, yəni Allaha doğru ucalır pak kəlmə, la ilahə illallah. Və yaxud deyir də la ilahə illallah kəlmə. Pak kəlmə Allaha doğru gedir, yəni iman. La ilahə illallahdan iman doğurdur, elə deyil. Kim la ilahə illallah deyirsə, iman hasıl olur bədənində. Bu iman pak kəlmədir. Bunu nə qaldı? Və əməlun salihin yərfə'u. Əməli salih onu ucaldır. Sən ki, bu bir ayda təqvaya riayət etdin, əməli salihə riayət etdin, sənin vücudunda eyd hasıl oldu. Nəinki sən bayram edirsən? Sənin vücudunda bayram meydana gəldi. Eyd, bayram nədir? Şənlik. Bayram nədir? Qüdsiyyəti qeyd edilir, müqəddəslik. Müqəddəslik sənin vücudunda meydana gəldi bugün. Yəni sabah bilsin ki, fitr günüdür, eyd günüdür. Həmin gün artıq sən doğdun yəni, doğuş meydana gəldi. Vücudun müqəddəsləşdi. Və bu sənin vücudunda bir şənlik, bir sevinç meydana gətirdi. Ona görə bayramdır. Nəinki biz həbs olmuşduq, yemək, içmək bizə tadavanın, yeyib içək böyle. Bir dəstə insan bayram günü yeyirdilər, içirdilər, şənlənirdilər. Səhv etmirəmsə İmam Ali əleyhissalamdır. Onların yanından keçərkən ya İmam Həsən əleyhissalam etiraz edir. Deyir ki, bayramı siz səhv başa düşmüşsünüz. Bayram o demək deyil ki, biz şənlənək, yeyək, içək, yəni əyləncə ilə keçirlər bayramı. Bayram başqa bir şeydir. Bayram o deməli, eyd o zamandır ki, insanın həyatında günah baş verməz. Yəni ona görə biz buna eyd deyirik ki, bir ayda günahlardan özünü qorudun. Təqvaya riayət elədi. Gözün, dilin, əhləm və səhlən. Xoş olsun sənin halva ki, sən təqvaya riayət etdinsə əgər. Təqvaya riayət etdin, gözün, dilin, qulağın və bu sənin vücudunda bir bayram hasıl elədi, eyd hasıl elədi. Onu qeyd edirik. Bərəkəti qeyd edirik. Yəni qurtuluşu qeyd edirsən. Nəfsin itaatından qurtuluşu qeyd edirsən. Nəfsi, ruhun və əqlivin itaatına gətirməyin deməli, sevincini yaşayırsan. Sən bu nəfsi tərbiyələndirdin gönlünə. O hansı nəfs? Kükrəyən nəfsi, azğın nəfsi, əmr tanımayan nəfsi, hər yola səni sürükləyən nəfsi sən bu ayda neylədin? Tərbiyələndirdin. Və bunun nəticəsində nə hasıl oldu? Eyd, yəni bayram. Bayramın mənası odur. Bayramın o mənası o deyil ki, Şəvval ayı daxil oldu, daha Ramazan getdi. Elhamdülillah borcumuzu verdik Allah'a. Borc deyil ki, sən bura təqva, paçlıq ayıdır. Bu ayı sən paç olaraq yaşadınsa, ona görə deyir fitrə zəkatı. Zəkat sözünün mənası ərəbcə paçlanmaq deməkdir. Yəni ruhu paçladığın kimi malını da paçlayacaqsın. Bu ayda malından fitrə verməlisən. Fəqir insanlara. Və bu fitrə həqiqətən də ixlasın və paçlığın göstəricisi olmalıdır. Yəni təabbudan verməlisən, təzarruan verməlisən. Təxəşşüən verməlisən. Yəni təabbudan Allaha bəndə olaraq verməlisən. Könül razılığı ilə verməlisən. Onu özü üçün şərəf hesab eləməlisən. Onu özü üçün bərəkət hesab eləməlisən. Bu niyyətlə versən, əhlən və sələ, xoş olsun sənin halına. Özdə kimə müstəhəq olan birinə. Daha elə ora gəldi səhv eləmək olmaz. Tapmalısan müstəhəq olan kimdir? Ona verməlisən. Əmin olmalısan ki, bu deməli müstəhəq insana gedir. Ehtiyacı olan bir insana gedir inşallah. Allah bizlərə inşallah həqiqətən də bu Ramazanda həqiqi olaraq bu Ramazanın bərəkətindən qazananlardan qərar versin inşallah. Mənəvi məqamlara bizi çatdırsın inşallah. Ta gələn Ramazana qədər qazandığınız təqva ruhunu itirməyək. Qazandığınız bəsiyyəti itirməyək. Qazandığınız imanı itirməyəsiniz. Qazandığınız savabları itirməyək. Ümmət olaraq, bütün İslam ümmətimi İnşallah gələn Ramazana qədər inşallah Allah bəlalardan, müsibətlərdən hifz eləsin, düşmənlərin bəlalarından hifz eləsin inşallah. İmanımızı kamil eləsin inşallah. Bizi Əhl-i Beyt məktəbindən ayırmasın inşallah. Dünyada Əhl-i Beyt imanlarının məhəbbətini, ahirət dünyasında isə onların şəfaatini bizə nəsib eləsin inşallah. Bizi Qur'anı
bilənlərdən və ona əməl edənlərdən qərar versin Allahımız inşallah. Bizə Ramazanın haqqı ilə ayrılanlardan qərar versin inşallah. Və gələn Ramazana qədər bizləri qorusun, iman əhlini qorusun və hidayət olmayanlara da gələn Ramazana da hidayət etsin inşallah. Bizim dua etməkdə məqsədimiz budur. Allahın salamı üzərinizə olsun. Assalamu aleykum və rəhmətullah.